Salam əziz müştərilər, bugün sizin qarşınızda yeni avadanlıqla gəlmişəm. Avadanlığımız əli ilə olan V-Cutter Grooving maşınıdır. V-Cutter Grooving maşını deyəndə nəyə nəzərdə tuturuq? Əgər siz qutu istehsalçısınızsa və yaxud cidləmə işləri görürsünüzsə kitablar üçün, bu avadanlıq tam sizin əlinizdən tutacaq bir avadanlıqdır. Tam sizə lazımlı avadanlıqdır. Bundan öncəki videoda mən bunun elektrikli modelini göstərmişəm. Yəni bunun tam elektrikli variantımız da var. Bizdə tam sıxımı, kəsimi elektrikli olan variantımız da var. Amma hal-hazırdakı variant əl ilə olandır. Gəlin sizə göstərim neynir bu avadanlıq. Nə olaraq indi hal-hazırda əlimdə bir nümunə var. Nümunədə göstərirsiniz, görürsünüzsə belə bir yiv açır. Bu yivin ondan ibarətdir ki, açanda, kutu düzəldəndə belə bir rahat şəkildə kardon qatdalanır və kardon əzilmir. Bu açılacaq yivin iki cür başlığı var. İki cür bucaq altında açıla bilər. 90 dərəcəli bucaq altında açıla bilər və 120 dərəcəli bucaq altında açıla bilər. Avadanlıqlar da bu, belə deyək, bunun başlığı buradadır. Belə bir başlıqlardır. Belə bir də bıçaqları var. Avadanlıq hal-hazırda 120 dərəcəli başlıqdır. Əgər biz 120 dərəcəli yiv açmaq istəyiriksə, bundan istifadə edirik. Yox, 90 dərəcəli açmaq istəyiriksə, üzərində olan 90 dərəcəli ilə açırıq. Gəlin, mən sizə əyani olaraq avadanlıq necə işləyir, onun videosunu göstərim, istifadə qaydasını. Əslində, çox sadə bir avadanlıqdır. Məsəl üçün, bu şəkildə qalxır. Məsəl üçün, bunu qoyaq bura. Sıxılır və burada belə bir tutacağı var. Tuturuq. Bastıq. Görürsünüz, yəqin ki, görsənlər burada belə yiv açılmağı. Kardonu harada qaldı? Belə bir şey, kardonu buradadır, üzərindədir. Görürsünüz, belə bir şey ayırdı. Bu da öz növbəsində bizdə korobkada belə qatı qoyanda səliqəli şəkildə korobkanı, qutunu yığa bilirik. Görürsünüz, istifadədə çox rahatdır. Heç bir lazım olsa bizdə bunun texnik servisi də var. Əslində texnik servisə belə xarab olası avadanlıqdır deyil, sağlam bir avadanlıqdır. Yəni çox keyfiyyətli materiallardan hazırlanıb. Əgər sizə bu avadanlıq maraqlıdırsa, siz qutu istehsalı ilə məşğulsa, yaxud cidləmə işləri görürsünüzsə, bizimlə əlaqə saxlaya bilərsiniz. Biz sizə avadanlıqla yaxından tanış olmaq istəyirsə, gəlib bizim ofisdə baxa bilərsiniz. Bizi YouTube kanalımızda abunə olmağı unutmayın. Facebook üzərindən, Instagram üzərindən izləməyi unutmayın. Əgər bu və bunun kimi avadanlıqlarla daim maraqlanmaq istəyirsə, yeniliklərlə tanış olmaq istəyirsə, bizi izləməyi unutmayın. Təşəkkürlər, çox sağ olun.